Salam hörmətli izləyicilər. Bu rolikdə sizinlə parklanma mədəniyyətindən danışmaq istəyirəm. Qoyun mən danışım, tələbələrə nə məsləhət görürəm. Əgər məsləhət bilsəz, siz də öz hər günkü parklanmanızda bundan istifadə edə bilərsiniz. Tələbələrə deyirəm ki, elə insanlar var ki, qətiyyən özlərini başqasının yerinə qoymurlar. Məsələn üçün, təsəvvür edin ki, sağdakı avtomobil gəlir, bax belə parklayır. Qətiyyən fikirləşmir ki, soldakı avtomobilin sürücüsü necə maşına minəcək. Tələbələrə deyirəm ki, maşın saxlayanda 4-5 faktor var. Əgər çox dardırsa, bax belə dar yerdə saxlayacaqsansa, heç saxlamasan ondan yaxşıdır. Maşını parklayanda 4 faktor var. Sən necə çıxacaqsan maşından? 1. Sənin sərnişinin rahat çıxıb minə biləcəkmi? 2. Sənin solundakı avtomobilin sürücüsünün sərnişini, sağdakı sərnişini rahat minib düşə biləcəkmi? 3. Sənin sağındakı avtomobilin sürücüsü rahat minib düşə biləcəkmi? 4. Bu faktorları mütləq nəzərə almaq lazımdır ki, insanlar sizdən narazı qalmasınlar, maşınlarınız cızılmasın. Belə, məsləhətim onlara belə olur. Siz də bu faktorlara fikir versəniz, heç kim sizdən heç vaxt narazı olmaz, maşınınız da heç vaxt cızılmaz, əzilməz. Diqqətinizə görə çox sağ olun.